çağırın gəlsin. Fevralın 23-də işğaldan azad edilən ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində növbəti köç mərhələsi reallaşıb. Ağdərə rayonunun 4 yaşayış məntəqəsinə ümumilikdə 293 nəfərdən ibarət 63 ailə qayıdıb. Bu mərhələdə Çıldıran kəndinə 10 ailə olmaqla 46 nəfər, Çapar kəndinə 7 ailə olmaqla 22 nəfər, Aşağı Orataq kəndinə 29 ailə olmaqla 141 nəfər, Heyvalı kəndinə isə 17 ailə olmaqla 84 nəfər köçürülüb. Ağdərədə mənzillərin açarlarının təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri əlamətdar gün münasibəti ilə təbrik edib. O bildirib ki, rayon ərazisində geniş miqyaslı bərpa və yenidən qurma işləri davam etdirilir. Fərdi yaşayış evləri əsaslı şəkildə bərpa olunur. Yeni sosial obyektlər inşa edilir. Təhsil və səhiyyə müəssisələri yenidən qurulur. Kəndlərdə müasir kommunal infrastruktur yaradılır. Eyni zamanda doğma torpaqlarına qayıdan vətəndaşların məşğulluq məsələlərinin də daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb.